أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبا القاسم محمد اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Şükürlərimiz, sənalarımız olsun aləmlərin Rəbbi olan Allaha. Salam və səlavat olsun bəşəriyyət aləminin bəşarətçisi olan Peyğəmbər və onun itrəti əsharına. Allah Teala siz əziz müminləri, məscid əhlilərin bu ayın, bu günün feyzindən bir nəsib etməsin. Allah-u Teala daima qədəmlərinizi Allah evində gəlib gedən qədəmlərdən etsin, möhkəm etsin. Bu yolda ləngitməsin sizləri. Siz əziz ruhaniləri, müminləri, məscid əhlilərin sabahki günkü İmam Muhammed Təqi əleyhissalamın mövlududur. Allah-u Teala sizləri əhl-i beytdən ayrı salmasın. İmam Muhammed Təqi əleyhissalamın mövludunun Allah yanında şərafətli olması ilə dair sizlərin də etdiyi ibadətləri şərafətli qərar versin. Allah bizləri mömin bəndələrinin sırasından ayırmasın. Bizləri imam tanıyıb imama itayət eləyən bəndələrdən qərar versin. Allah bizləri dünya və axirətdə əhl-i beytdən ayrı salmasın. Əhl-i beytin yolu ilə gedənlərdən qərar versin. Mən boynuma bir yük götürmüşəm ki, Allah bu yükü mənə icra eləməkdə yardım etsin. Keçən cümə qardaşlar məndən haqqı valideyn haqqında danışmağımı istəmişdilər. Mən də özümə borc bildim ki, bugün inşallah ki, evlad valideyn münasibətinə toxunaq. Biz əvvəla bunu dərk eləməliyik ki, bizim ibadətimizin, itayətimizin Allah dərgahında qəbul olunmasını istəyiriksə, yer üzündə bizi əziyyətimizi çəkib, bizlərin xidmətində durub, nazımızla oynayan valideynlərimizin hörmətin gətirməliyik. Əgər bir şəxs ki, haqqı valideyn ola, valideynə üzünə ağ ola, yəqin bilsin ki, onun etdiyi ibadətlərin Allah dərgahında heç bir faydası yoxdur. Çünki Allah Teala Qur'anın özünə şərik qoşmamaq barəsində insanlara buyurduğu ayələrin arxasına diqqət yetirsək, buyurur ki, valideynlərinizə yaxşılıq edin. Allah valideynə yaxşılıq mövzusunu özünə şərik qoşmaq mövzusu ilə eyni dərəcədə tutur. Çünki
Allaha şərik qoşmaq böyük günahlardandır. Haqqı valideyn də böyük günahlardandır. Quran buyurur ki, Bismillahirrahmanirrahim Və iz əxəznə misaqa bəni İsrailə lə ətəbudunə illəllaha bil valideyn. Yadınıza salın ki, bir zaman İsrail oğullarına dedik, Allahdan qeyrisinə ibadət etməyin və valideynlərinizə yaxşılıq edin. Yəni, valideynlərinizə ehsan edin, valideynlərinizin xidmətində durun. İnsan çalışa ata-anasının xidmətində durur. İnsan çalışa ata-anasının özündən razı sala. Bədbəxt o şəxsdir ki, ata-anasının üzünə ağlar. Həm bu dünyada bədbəxtdir o insan, həm ahirətdə bədbəxtdir. Ata-ananın üzünə ağ olan evladı belə insanların nə dünyası olar, nə ahirəti olar. Nə hörmətləri olar, nə izzətləri olar. Bir tikə çörəyi rahat yeyə bilməzlər. Bir içim suyu rahat içə bilməzlər. Çün həyatları mənasız olar, hədər olar. İnsan deyir ki, ata-anaya rəhm et. Bu rəhm nədir? İnsan çalışa atanı özündən razı salar. İnsan çalışa ananı özündən razı salar. Həzrəti Peyğəmbər buyurur ki, ata-ananın üzünə ağ olmaqdan həzər edin. Çəkinin bu işdən. Cənnətin 20.000 illik yol məsafəsindən hiss olunar. Lakin valideyninin üzünə ağ olan şəxs bu iyi hiss etməyəcəkdir. Ata-ana bir evladdan narazı ola, həmən evlad o şəkildə sübhə çıxar, sübh eləyər. Həmin gecə o insanın ki, üzünə 2 dənə cəhənnəmin qapısı açılır. Ata narazı yata, ana narazı yata, ana qəmlənə, ata qəmlənə sübh eləyə həmən evlad. Peyğəmbər buyurur ki, and olsun Allahın izzətinə, həmin şəxsin üzünə 2 dənə cəhənnəmdən qapı açılır. İmam Sadiq əleyhissalam buyurur ki, ata-anasının üzünə acıqlı baxan şəxsin ibadətləri qəbul olmaz. İnsan ibadət əhli ola, namaz əhli ola, gəlib namaz qıla, alnı möhrə qoya, Allahu Əkbər deyə, Allahla razı niyaz elə, amma atasına, anasına üzünə ağ ola. Qılmasa o namaz ondan yaxşı, bütün ondan bir fayda görməyəcək. Hədislərdə gəlir ki, deyir, atı ilə bir qabdan çörək yemə, bir qabdan atı ilə yemə. Olar ki, deyir, qabda bitkə qala, atanın niyyəti çəkə onu yeməyə, sən atadan qabaq əl uzadıb onu götürəsən, haqqı valideyn olarsan. Bir qabdan baxa, bir dənə tikəni götürəsən, haqqı valideyn olarsan. İnsan ən gözəl ibadəti, ən gözəl itayəti ata-anasına xidmət eləməkdədir. İnsan əgər ki, haqqı valideyn ola, valideyninə əzab verə, əziyyət verə, həm onun dünyası hədər olar, həm ahirəti. Həm can verən anı çətin olar, həm qəbri çətin olar. İnsan əgər atasına, anasına ağ ola, o çox çətin halda can verər. Tarixdə də var ki,
Deyir, Peyğəmbərin zamanında bir nəfər cavan can verirdi. Peyğəmbərə xəbər çatdı, gəldi həmin şəxsin başı üzərinə, istədi buna təlqin edilsin, Allahın vəhdaniyyətini yadına salsın, dedi, cavana dinən la ilahə illallah deyə bilmədi. 3 dəfə bunu təkrar elədi, deyə bilmədi, dedi, bunun anası kimdir? Bir dənə qoca qarı gəldi. Dedi, sən oğlundan narazısanmı? Dedi, ya Rəsulallah, bəli. Dedi, nə səbəbə? Dedi, ya Rəsulallah, mən ona həm ana olmuşam, həm ata olmuşam. Onu atasız böyütmüşəm. Onun xidmətində durmuşam. Onun əziyyətini çəkmişəm. O yatıb, mən yuxusuz qalıb, onun xidmətində durmuşam. Gecələr ağlayıb başı üzərində durmuşam. Narahat olub başı üzərində durmuşam. Xəstələnib dərdinə şərik olmuşam. Ya Rəsulallah, bir gün o oğlum gəldi yanıma. Mən də təndirə çörək yapırdım. Dedi, anam mənə çörək ver. Dedim, oğul səbr elə təndirdədir. Çıxsın, pişsin, verərəm. Deyir, səbr etmədi ya Rəsulallah, məni kürəyimdən itələdi. Ona süd verdiyim sinəm, o təndirə yapışdı, yandı. O südüm dustağı olub. Deyir, sən halallıq ver o oğluğa. Mən zəmanət verirəm ki, səni behişdə aparacaq. Deyir, Allah və onun rəsuluna xatir onun günahından keçdim. Deyir, Peyğəmbər salavatullah təzədən bu cavana deyir ki, dinən la ilahə illallah, cavan deyir. Deyir, bir yağ nə görürdün? Deyir, ya Rəsulallah, bir yağ başımın üstündə qara bir bulud görürdüm. O mənə imkan vermirdi ki, mən dilimi tərpədəm. Amma anamı çağırdınız, anam mənə halallıq verdi. Ondan sonra o başımın üzündəki qara bulud getdi. Məni bir nurani bulud sərdi. Bir gözümün qarşısına nurani bir insan gəldi. Nurani simada, nurani qiyafədə. O mənə icazə verdi mən Allahın birliyini deməyə. Əgər ki, insan ananın, atanın üzünə ağ ola, həccə gedə, Kərbəlaya gedə, Məşhədə gedə, ata-ana ondan narazıdırsa onun bu səfərində, o savab əməllə qazanmaq istəsə, onun namə-i əməlinə günah yazılar. Çünki haqqı valideyndir, valideynin incidir. Allah buyurur, valideynin incidən məni incitmişdir. Əgər kim istəyər ki, Allahı incitsin, Allahı incitmək, Allahın cəhənnəmində özünə yer qazanmaqdır. Heç insan, bax, qoyaq hər bir şey qırağa, öz vicdanımızla düşünək. Bir insan 5 saat, 6 saat bir yükü, 3 kilo, 2 kiloluq yükü boynundan asıb gəzdirə bilməz. Yorular. Amma 9 ay ana səni öz bətnində saxlayır. Öz gözəl qidalarını sənə yedizdirir. Amma bəs sən nə edirsən? Bir dənə əkinci, bir dənə ağac əkir ki, onun meyvəsindən yesin. Ata-ananın da meyvəsi evladdır. Əgər o evlad, o meyvə xarab olarsa, atanın arzuları hədər olar. Arzuları put çıxar. Çünki ata-ana səni böyüdür ki, ata-ana sənin xidmətində durur. Səni dünyaya gətirən ana sənə 2 ilə yaxın süd verir. Səni qidalandırır, səni böyüdür ki, sən ona haqq olasan. Sən ona qışqırasan, sən onu vurasan, sən onu döyəsən, sən onu söyəsən. Bu hansı vicdana sığışar? Bu hansı insanlığa sığışar? Bu hansı mənəviyyətə sığışar? Bu hansı kişiliyə sığışar ki, insan ata-anasına əl qaldırar?
İnsan ata-anasını indi də, insan ata-anasını özündən narazı salar. İsra surəsinin 23-cü ayəsində Allah buyurur ki, Rəbbin yalnız ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolsalar, onlara uf belə demə. Əl qaldırmaq, söymək o yana, deyir onlara uf demə, haqqı valideyn olarsan. Əgər ki, ufdan aşağı bir şey olsaydı, Allah onu deyərdi. Yəni, uf demə, yəni ata sənə döysə də, ata səni söysə də, atan naxaq olsa da, sənə ixtiyar verilmir ki, sən atanın, ananın cavabını qaytarasın. İnsan istəyə cənnətə gedə, hədisdə var ki, atanın, ananın alnından öpmək cənnətdə özünə bir məskən salmaqdır. Həzrəti Rəsul Əkrəm deyir ki, sizin dünyadakı cənnətiniz anaların ayağının altındadır. Ana ayağın qoyduğu yer sənin cənnətindir. Amma biz öz cənnətimizi neyinirik? Od töküb yandırırıq. Nəyinə? Öz anamıza, atamıza əzab, əziyyət verməklə. Allahu Əkbər deyir, ilahi, sən vəsvə sığmayacaq qədər böyüksən. Amma bizim yer üzündə olan ata-anamız ki, Allahımız olardı ki, bizi dünyaya gətirib, bizə ömrü bəxş ediblər. Biz onlara qarşı çıxırıq. Biz öz ata-anamıza qarşı çıxmaqla Allahımıza qarşı çıxırıq. İnsan istəməz ki, bəyəm cənnətdə yaşasın. Kim istəməz? İstəməzsən Kərbəlayı. Çünki hər bir şəxs bu dünyaya gəlib, özünü dərk eləyən şəxs özünü Allaha təslim eləyər. İstəyər ki, onun Peyğəmbəri ilə bir yerdə olsun. Bir gün Davud əleyhissalam deyir, ay mənim Rəbbim, ay mənim Allahım, mənə cənnətdəki öz qonşumu göstər. Mənə cənnətdəki qonşumu göstər. Allah Taala Davuda deyir, ya Davud, get falan yerdəki dükana, o dükandakı satıcı sənin cənnətdəki qonşundur. Diqqət edin. Davud əleyhissalam gəlir, görür bir şəxsdir, orta yaşlarında ibadətlə məşğuldur. İbadətin qutarır, salamun aleyküm, aleykəssalam. Biraz xoşhal, söhbət eləyirlər. Deyir, istəyirəm Davud əleyhissalam, inşallah bugün sənin qonağın olur. Deyir, olar, niyə olmasın? Axşam olur, gəlirlər bu şəxsin evinə. Bu ev yəsi çıxır yuxarı, bir dənə kürəyində zəmbil düşürdür aşağı. Düşürdür bir dənə qoca qarı zəmbilin içində. Gətirir, üzün yuyur, əlin yuyur, çörəyin yedizdirir. Sonra yuxarı aparanda bu qoca qarı yavaş səslə oğluna nəsə pıçıllayır, deyir. Bu aparır anasını yuxarı qoyub gələndən sonra Davud əleyhissalam soruşur, o sənin nəyindir? Deyir, anam. Deyir, sən ki onun üzün yudun, çörəyin yedizdirdin. Yuxarı aparanda o sənə nə dedi? Deyir, o mənə dedi ki, oğul, Allah səni Davuda qonşu qərar versin, Davud Peyğəmbərə. Davud əleyhissalam dedi, narahat olma, sən cənnətdə mənim qonşumsan, mən Davudam, Peyğəmbərəm, Allah məni sənin xidmətinə göndərdi. Nədən ötürü? Anasının xidmətində durmaqdan ötürü, anasının qulluğunda durmaqdan ötürü. İnsan çalışaq, insan anasının və atasının bu dünyada ürəklərin açar. Nəylə? Bu qədər eşitmişsiniz və mən üzr istəyirəm siz ağsaqqallardan. Uşaq balaca olarkən ata-ana ona nəvaziş eləyirlər.
ata-ana da sənin yanında qocalıq yaşına çatdılar. Necə ki, sən körpəydin, sən beşikdə, bələkdə səni qoruyurlardı, xidmət edirlər. İndi o ata-ana da sən uşaqlıqda xidmətə ehtiyaclı olduğun kimi, onlar da qocalanda xidmətə ehtiyaclıdır. Evlad o vaxtda Allahın rızayətini qazanan, evdən bir yerə gedir, bir səfərə gedir. Gələ deyə ata, ana, məsləhət nədir? Mən inşallah ki, bir dənə filan yerə gedirəm. Nə məsləhət görürsünüz? Ata, ana deyə inşallah, oğul, get. O oğlan o səfərdən çox mənfəətlə qayıdar. Amma zamanəmiz elə gətirib ki, oğlanlar var ki, doğma ata-anasını atıb, ikinci ata-anasını tutanlar var. Mən onlara evlad gözü ilə baxmıram. Çünki Allahın öz kitabında İsra surəsinin 23-cü ayəsində, 24-cü ayəsində buyurur ki, deyir, ata-ananızı, təvazökar qanadlarınızı incə və ya sevgi ilə, məhəbbət ilə onların qarşısına sərin. Deyir, öz məhəbbətinizi atanın, əyanın, ananın qarşısında göstərin. Nə cür eləyək ki, biz ata-anaya məhəbbət bəsləyək? Nə cür eləyək ata-ananın məhəbbətində duraq? Bir dənə atanın ürəyini açan nədir? Yəni, atanı böyük kimi qəbul eləyib, ata, mən inşallah bu işi görürəm. Ata, sənin məsləhətin nədir? Ana, mən falan yerə gedirəm, məsləhətin nədir? Ana deyir ki, oğul getmə, oğlanlar var. Ananın üstünə sığdır, ananın üstünə qışqırır. O insanlar yəqin bilsinlər ki, Allah onları öz cəhənnəmində şiddətlə əzab verəcək. Onların dilləri o kömür ki yanar qaralar, o cürünə qaraldar və boyunların arxasından çıxardar. Allah bizi ata-anaya xidmət eləyən bəndələrindən qərar versin. Allah bizi ata-ananın xidmətində durmuş bəndələrindən qərar versin. Bizləri ata-ana yanında xəcil eləməsin, Allah yanında xəcil eləməsin.